Əllərdə, qollarda keylik, uyuşma, qan dövranının pozğunluğu, başda ağrı, yaddaşın zəifləməsi, qulaqda səs-küy və s. bu kimi hallar. Bunlar hər biri boyun osteoxondrozunun ilkin əlamətləridir. Bəs yaxşı, necə eləyək ki, bunun vaxtında qarşısını alaq? Gördüyünüz üçlü proqramı vaxtında istifadə edən insan sadaladığım halların yaranmasının vaxtında qarşısını ala bilər. Amma artıq sadaladığım hallar yaranıb. Neyniyək ki, vəziyyət daha da ciddiləşməsin. Kardiseps istifadə edəcəksiniz ki, fəqərlər arasında olan iltihabı təmizləsin, qan dövranını yaxşılaşdırsın. Lestinli beyin kalsiumu beyin qan dövranını yaxşılaşdıracaq. Baş ağrıları, boyunda ağrılar və qeyd edeyim ki, elə onurğada yaranan problemlərin 90%-i də kalsium çatışmazlığından yaranır. Bu kalsiumun digərlərindən əsas üstünlüyü ion halında və fermentasiya olunmasından ibarətdir ki, sovrulma və mənimsənmə daha sürətli şəkildə gedəcək və bu da sizin daha sürətli nəticə almağınıza kömək edəcək. Fitazan isə bədəndən toksiki maddələri təmizləyəcək, qan dolaşımını sürətləndirəcək və istifadə olunan kalsiumun daha sürətli şəkildə effekt verməsinə kömək edəcək. Bu üçlü proqram məsləhətdir ki, hər kəs zamanında istifadə etsin ki, boyun duzlaşması, el arasında duzlaşma kimi bildiyimiz elə osteoxondroz probleminin yaranmasının vaxtında qarşısını ala. Hər üç məhsul qida əlavəsidir. Ona görə profilaktik məqsədlə istifadə edərək siz də sağlamlığınızı vaxtında qoruya bilərsiniz.